Axşamınız xeyir balaca dostlarım. Hər gecə olduğu kimi bu gecə də yeni bir nağılla görüşünüzə gəlmişik. Bəs siz necə? Hər gün bizimlə görüşməyə tələsirsiniz? Elə isə sizi çox gözlətmədən başlayaq. Bu axşam sizə İtalyanların Ağa və Nökəri adlı nağılını danışacağam. Qışın soyuq günlərindən birində zəngin bir ağa nökəri ilə şəhərdəki bazardan evə qayıdırdı. Dövlətli olduğu üçün başqalarına yuxarıdan aşağı baxan bu kobud adam ayağında bahalı çəkmələr, əynində ayı xəzindən olan qalın kürk ilə lovğa-lovğa başını geriyə, sinəsini irəli verərək qabaqda gedirdi. Nökərin ayağında çarıq, əynində yamalı gödəkçə vardı. Özü isə boynunu büküb sahibini izləyirdi. Bu iki insan iki fərqli dünyanın adamları kimi idi. Ağa nökəri ilə danışmazdı. Yalnız bir iş tapşıranda əmr verirdi. Axşam düşürdü. Gecənin ayazı artıq özünü göstərirdi. Yerdəki qar buz bağlamış, yol sürüşkən olmuşdu. İkisi də öz aləmində, düşüncələr içində yolla gedərkən meşədən bir ayı çıxdı. Birdən-birə nəhəng ayını qarşısında görən ağa heç nə olduğunu anlamadan bir göz qırpımında özünü ayının pəncələri arasında gördü. Ayı qorxulu səslə böyürərək ağanın üst başını didişdirməyə başladı. Ağa isə bağıraraq nökərindən kömək istədi. "Tez ol, kömək et!" Nökər özünü itirmədi. Dərhal əlindəki baltanı ayıya endirdi. Amma ayının ağanı buraxmaq fikri yox idi. Yəqin ki, onun əynindəki ay dərisindən olan kürk ayının marağına səbəb olmuşdu. Nökər bir yandan balta ilə ayıya vurur, bir yandan da ayının diqqətini çəkməyə çalışırdı. Vəhşi heyvanın ağanı buraxıb ona hücum etməyini istəyirdi. Çünki vəhşi ayının pəncələri arasında qalan sahibinə balta ilə zərbə endirməkdən qorxurdu. Ayı bir anlıq başını yana çevirəndə nökər fürsətdən istifadə edib heyvanın boynuna balta ilə vura bildi. Beləliklə ağa xilas oldu. Düzdür, ağa canını sağ-salamat qurtara bilmişdi, amma bahalı kürkü bir yandan ayının pəncələri ilə didib dartışdırılmaqdan, bir yandan da balta zərbələri nəticəsində yaranan kəsiklərdən yararsız hala düşmüşdü. Bunu görən ağa nökərə çox hirsləndi. "Axmağın biri axmaq! Bir işi qüsursuz, səhvsiz edə bilmirsən?" Ağasına görə öz həyatını təhlükəyə atan nökər bunu gözləmirdi. "Ağa, mənim günahım nədir?" soruşdu. "Hələ bir soruşursan? Gör kürküm nə günə düşüb. Amma eybi yox. Bu kürkün xərcini sənin pulundan kəsərəm." Nökər səsini də çıxartmadı. Ürəyində zəngin sahibinə qarğışlar yağdıraraq onun dalınca yoluna davam etdi. Sizcə bu nökər bir də sahibinə kömək edərmi? Yenə eyni vəziyyət yaransa, həyatını təhlükəyə ataraq ayı ilə mübarizə apararmı? Yaxşılığa yaxşılıqla cavab verməyi əsla unutmayın. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.